Suraxanada vətəndaşlarla növbəti səyyar qəbul görüş keçirilib. Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin sakinlərlə növbəti səyyar görüşü Zığ qəsəbəsində baş tutub. Qəsəbədə yerləşən 315 saylı tam orta ümumi təhsil məktəbində təşkil olunan qəbulda rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, habelə dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Görüş zamanı sakinlər tərəfindən qaldırılan müraciətlər əsasən qəsəbə daxili yolların asfaltlanması, küçələrin işıqlandırılması, su və kanalizasiya sistemində yaranmış nasazlıqların aradan qaldırılması, eləcə də piyada keçidlərinin və avtobus dayanacaqlarının quraşdırılması kimi infrastruktur məsələlərini əhatə edib. Vətəndaşları fərdi qaydada dinləyən rayon icra hakimiyyətinin başçısı Adil Əliyev qaldırılan hər bir problemin qeydiyyata alındığını və həlli istiqamətində mərhələli şəkildə zəruri addımların atılacağını bildirib. Çıxışında Adil Əliyev müasir dünyada baş verən mürəkkəb siyasi proseslərə diqqət çəkərək regionda və dünyada münaqişələrin alovlandığı bir dövrdə Azərbaycanda hökm sürən sabitliyin müstəsna əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, ölkə prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və müstəqil xarici siyasət, habelə milli maraqlara söykənən prinsipal mövqeyi ölkəmizin təhlükəsizliyinin və inkişafının əsas təminatıdır. Adil Əliyev vurğulayıb ki, məhz bu uzaqgörən siyasət sayəsində Azərbaycan bugün beynəlxalq arenada öz sözünü deyən güclü bir dövlətə çevrilib və daxili sabitliyimiz xalqımızın ən böyük sərvətidir. Görüşün sonunda sakinlər göstərilən diqqətə və müraciətlərinə qarşı nümayiş etdirilən həssas münasibətə görə öz minnətdarlıqlarını ifadə ediblər.